Azərbaycan Prezidentinin rəsmi saytında Dövlət Təhlükəsizlik Xidmətinin, yəni DTX-nın vətəndaşlar haqqında xüsusi məlumatları hansı qaydada toplayacağı və yeni mərkəzləşdirilmiş sistem vasitəsilə onlara necə çıxış əldə edə biləcəyi ilə bağlı geniş texniki qaydalar dərc olunubdur. Daha sonra isə səssizcə silinibdir. Sənəddə sistemin texniki quruluşu, məlumat mənbələri və giriş protokolları ətraflı izah olunurdu. Əsasnamə saat 16:14-də yayımlanıb, 17:23-də silinib. Yəni bundan sonra vətəndaşların hər şeyi izlənəcək. Bilər, kimlərsə inanmasın. Məlumatın təsdiqin zamanla xalq görəcək. Bu sənəddə Dövlət Təhlükəsizlik Xidmətinə icazə verilir ki, vətəndaşların istənilən formada şəxsi məlumatlarına girə bilsin, hər şeyini izləyə bilsin. İlham Əliyev qanunla icazə verdi. Sənədə əsasən Qarabağa getmək üçün icazə alan vətəndaşlar hamısı nəzarətə götürüləcək. Azərsel, Aksel, Narmabay nömrələrindən istifadə edən bütün vətəndaşların danışıqlarının qeydə alınması üçün baza yaradılacaq. Bütün geyim mağazalarında, paltar dəyişim otaqlarına gizli kameralar qoyulacaq. Taksilərə kameralar qoyulacaq. Otellərə kameralar qoyulacaq. Hətta sıçdığınız tualetlərə də kamera qoyulacaq. Gizli kamera. Xarici dövlətə gedən bütün vətəndaşlar qayıtdıqdan sonra bir ay tam nəzarətdə olacaqlar. Bakıda üz tanıma tarama kameraları, gecə müşahidə kameraları və dərin izləmə kameraları artıq Bakıda quraşdırılıb. Üz tanıma kamerası, yəni istənilən şəxsi kameraya salıb, həmin şəxs şəhərdə gəzərkən bu kameralar vasitəsilə onun bütün hərəkətləri nəzarətə alınacaq. Gecə müşahidə kameraları, bu kameralar əsasən cərimələr üçün istifadə olunacaq. Yəni gecə vaxtı maşında kəmər taxmayan, maşında telefonla danışan bu kamera müəyyən edib həmin şəxsə cərimə tətbiq ediləcək. Üçüncü isə əsas kamera sistemi dərin izləmə kamerası ilə bütün evlər izlənəcək. İstənilən şəxsin evini kameralar vasitəsilə izləyə, görüntüyə çəkə biləcəklər. Bu kameralar həm küçədə, həm də binaların həyətində, balkonlarda quraşdırılacaq. Həmçinin bu kameralar vasitəsilə avtomobillərdə hərəkət edən qadınla kişi bir-biri ilə yaxınlıq edərsə, onları da qeydə alacaq. Xaricə gedən vətəndaşların hava limanlarından keçərkən çantalarına gizli çiplər yerləşdiriləcək. Ölkəyə qayıtdıqda isə vətəndaş çantasını təhvil alana kimi çip çantadan çıxarılacaq. Bu sıravi adamlara aid deyil də, önəmli adamlardan gedir söhbət. Sənəddən çox izləmə metodları göstərilib, əsas olan bir neçəsini qeyd edirəm. Bax belə, hakimiyyət bunu xalqdan qorxduğu üçün edir. Təzə aldığınız televizorun içinə kamera yerləşdirəcəklər. İstənilən adam yataq otağında qoyulur. Yəni televizor sönülü olsa belə sənin yoldaşınla yatdığını çəkə bilərlər. Satılan listorlar, satılan digər texniki avadanlıqlar, məsələn, Wi-Fi qoyursa evə, nə bilim nə, evin səsini yaza bilər. İlham Əliyev bax belə götürənçiliyə baş vurdu. Birinci materialda yaydılar, sonra sildilər. Yəni sizin İlham Əliyev ancaq bikininin, tursiqin içində olanları izləyir. Sizin İlham Əliyev cəmaatın yatağına girir. Sizin İlham Əliyev cəmaatın özəl həyatına burnunu soxur. Sizin İlham Əliyev oğraşdır. Sizin İlham Əliyev göt imsiləməyi, kimisə dallağının qırağında nə bilim gənə kimi yapışmağı xoşlayır. İlham Əliyev xalqdan qorxur və xalqı qorxutmaq üçün bu bəyanatları verir, bu addımları atır.